bəzi sələf alimləri uşaqları tərbiyə etmə metodu haqqında buyurmuşdular. Hətta bu sözü Həzrəti Əliyə, Allah ondan razı olsun, isnad edənlər də vardır. Buyurulur ki, La'ibhu səb'an. 1 yaşdan 7 yaşına qədər uşaqlarınız ilə oynayın. Vaxtınızı uşaqlarınız ilə keçirin. Və əddibhu səb'an. İkinci 7 illik, yəni 7 yaşdan 14 yaşına qədər uşaqlarınızı ədəb öyrətin. Və sadiqhu səb'an. Üçüncü 7 illik, yəni 14 yaşdan 21 yaşına qədər uşaqlarınız ilə dost olun. Onlar ilə istişarə edin, məsləhətləşin, işlərinizdə digər məsələlər olsun. Və bundan sonra, yəni 21 yaşdan sonra isə artıq onlara seçim imkanı verin. Öz doğru olan yolunu seçsinlər. Uşaqları yetişdirmək üçün çox gözəl metoddur bu metod. Yəni 1 yaşdan 7 yaşına qədər uşaqlar ilə oynayırsan, 7 yaşdan 14 yaşına qədər uşaqlara ədəb, elm öyrətirsən, 14 yaşdan 21 yaşına qədər onlar ilə işlərində istişarə edirsən, məsləhətləşirsən, onların fikrini alırsan və bundan sonra, yəni 21 yaşdan sonra isə doğru olanı özləri tapsınlar, özləri tərcih etsinlər.